Korniflərə ikinci məktub. 3-cü fəsil. Özümüz barədə yenə zəmanət veririkmi? Yoxsa bəziləri kimi sizə yazılan və yaxud sizin yazdığınız zəmanət məktublarına ehtiyacımız var? Bütün insanların tanıdığı, oxuduğu, ürəklərimizə yazılmış məktubumuz sizsiz. Xidmətimizin nəticəsi olan bir Məsih məktubu olduğunuz aydın görünür. Bu məktub mürəkkəblə yox, var olan Allahın ruhu ilə daş lövhələrə deyil, ət ürəklərə yazılıb. Məsih sayəsində Allah hüzurunda belə etibarımız var. Özümüzdən yaranan qabiliyyətimiz yoxdur və bunu iddia da eləyə bilmərik. Bizə qabiliyyət verən Allahdır. O bizi yeni əhdin xidmətçiləri olmaq üçün qabiliyyətli elədi. Bu yeni əhd yazılı qanuna deyil, ruha əsaslanır. Çünki yazılı qanun öldürür, ruhsa həyat verir. Yeni əhdin ehtişamı. Ölümlə nəticələnən xidmət, yəni daş lövhələr üzərində həkk olunan yazılı qanun elə ehtişamla gəldi ki, Musanın üzündən parlayan ehtişam ötəri olduğu halda, İsrail övladları onun üzünə baxa bilmirdilər. Onda ruha əsaslanan xidmət daha da ehtişamlı olmazmı? Əgər insanı məhkum eləyən xidmətin ehtişamı varsa, salihliyi qazandıran xidmətin ehtişamı nə qədər çoxdur? Çünki əvvəllər ehtişamlı olanın indi hədsiz ehtişamı olanla müqayisədə ehtişamı yoxdur. Əgər ötəri olan ehtişamla gəldisə, daimi olanın ehtişamı daha da böyükdür. Belə bir ümidə sahib olduğumuz üçün böyük cəsarətlə danışa bilərik. İsrail övladları onun üzündəki ötəri ehtişamın keçib getməsinə baxmasın deyə üzünə niqab çəkən Musa kimi deyilik. İsrail övladları fikirlərində inadkar oldu. Bugünə qədər köhnə əhd oxunarkən onları eyni niqab qapıyır, açılmır. Çünki bu yalnız Məsih vasitəsilə götürülür. Hətta bugünə qədər Musanın yazıları nə vaxt oxunursa, onların ürəklərini bir niqab qapıyır. Amma kim Rəbbə tərəf dönürsə, o vaxt niqab aradan qaldırılır. Rəbb ruhdur. Rəbbin ruhu hardadırsa, azadlıq da oradadır. Biz hamımız niqabsız üzdə Rəbbin ehtişamını əks etdirərək, Rəbbin surətinə dəyişilirik. Ruh olan Rəbdən yaranan bu ehtişam get-gedə bizdə görünməyə başlayır.